Məsələn, evlənmək məsələləri də məsələn, indi görürsünüz ki, bəzilər bilə-bilə, bəzilər bilməyə-bilməyə deyirlər ki, erkən yaş. Yaxşı, nə vaxt evlənsin? 25 yaş qabaq artıq qocalmış idi. Necə bizdə hətta bəzi məsələn o ədəbiyyata baxan rusların deyir 20 yaşlı qarı girdi içəri. Yəni 20 yaşlı da hətta onlar artıq qocalmış kimi baxırdılar. Lakin indiki təbliğata fikir versiniz, yox, hələm cavandır, qoy oxusun, qoy universitetə getsin. Həyat gedir. Düzdür, o da lazımdır. Lakin onu təmizləmək lazımdır bir tərə. Yəni hamı durur deyən ki, hamı həll eləsin. Bu fəsad olaraq. Yəni fikir versiniz, təbliğat gedir. Həm də dini cəhətdən də necə görürsünüz. Məsələn, ateizm var idi. Bu brend köynəldi. Gördülər ki, indi kimi çıxartdılar, dindən çıxartdılar. Sonra gəldilər başqa bir üslubla, deist. Bu da başqa brenddir. Dedilər, yox, var nəsə. Amma peyğəmbərlər, dinlər, zaten onlar hamısı biz inanmırıq. Sonra dinin içində də görürsən ki, müsəlman cəmiyyətlərində də müəyyən fikirləri yayırlar. Bunlar Amerika sayığı İslamda, Avropa sayığı İslam, Mason sayığı İslam.